Nəmin sözü frekans deməkdir, yəni isim və sıfatların titreşimi, enerjinin titreşimi anlamındadır. İndi bunu qarışqalar diye çeviri yapmışlar, ama surədə tək qarışqalar anlatılmır. Bir çox heyvanların isimləri keçir, Süleymana tabi olan cinlər var. Ümumiyyətcə bu ayət, bu surə və ayətləri Ramazana da təvəqqə olduğu için insanların maddə zanından, maddəçilik, ateistlik, materialistlik zanlarından qurtulmalarına bir vəsilə olmuş olacaqdır. Biz bunun lədun tərəfini açıqlayacağız, çünki mealləri, yəni tərcüməsini dəfələrcə oxumusunuz, bir şey anlamamasınız. Orada da deyildiği kimi Süleymanın, yani insanın kuşların dilini bilməsi, qarışqanın dilini bilməsi, onunla hətta danışa bilməsi mümkündür. Çünki hayvan dediğimiz, kuş dediğimiz, qarışqa dediğimiz heç biri maddə değildir. Hər biri isim və sıfatların titreşimidir. Allah ismi verilenin isim ve sıfatlarının titreşimidir. Hayatta da bazı kuşlar var, insan kimi danışırlar, dil öğretmək olur. Qarışqalar da elektromagnetik dalgalarla birbirlerini tanıyırlar, harda olduklarını bilirlər. Arı da onun kimi uzaq məsafələrə gedir və o havada bıraktığı izlərlə yuvasına dönebilir. Yani Allah demək istəyir ki, varlıqda olan hər şey birbiriyle rabitədədir və bilinçli şəkildə bir-birini bilməkdədirlər. Nəml suresində anlatılan Süleymanın yüzüğü, cinlərin Süleymana tabi olması, rüzgarın tabi olması, Səba məlikəsinin taxtının bir